Salam, bugün İtalyan mətbəxindən fettuccine alfredo hazırlayacağım. Əgər maraqlıdırsa kanalımı izləmədə qalın. İlk olaraq toyuğun sinə ətini jülyen formasında doğrayıram. Öncədən xatırladım ki, bu yeməyin olmazsa olmazı Hind qozu, başqa sözlə də muskat cevizini siz mütləq istifadə edin. Bu yeməyə çox yaraşır. Mən tapa bilmədiyim üçün istifadə edə bilmədim. Ocağın altını orta ateşdə yandırıram. Tavaya kərə yağı əlavə edib əridirəm. Və doğradığım toyuğun sinə ətini yağa əlavə edib qarışdırıram. Duzunu və istiotunu əlavə edib toyuğun əti qızılı rəng alana qədər qovururam. Qovurduğum toyuğun ətini başqa bir qabda kənara alıb, soğan və sarımsaqları doğramağa başlayıram. Doğradığım soğan və sarımsaqları öncədən toyuğu qızartdığım yağlı tavaya əlavə edirəm. Duz istiotunu da əlavə edib bunları da qızılı rəng alana qədər qovururam. Mən bu arada göbələkləri təmizləyirəm. Göbələyə su vurmazlar deyiblər, amma mən bunu etməyə bilməzdim. Qəşəngcə yuduğum göbələkləri qəşəngcə də doğrayıram. Bu arada siz göbələyi təmizləyərkən kök hissəsini də kəsmədən xörəkdə istifadə edə bilərsiniz. Mən sadəcə sevmədiyim üçün istifadə etmirəm. Qəşəngcə doğradığım göbələkləri qovrulmuş soğana əlavə edirəm. Göbələklər suyunu buraxıb yumuşalana qədər soğanla birlikdə qovururam. Öncədən bişirib kənara aldığım toyuğun sinə ətini də buraya əlavə edib qarışdırıram. Yeməyi daha da ləzzətli edən qaymağını da əlavə edirəm. Əziz xanımlar, videonun sonunda sizə gözəl bir iş təklifim olacaqdır. Ona görə də videonu sona qədər izləməyi unutmayın. Yeməyə ən son əlavə edəcəyim pendiri də kənarda doğrayıram. Nəzərinizdə olsun ki, pendir əriyərkən uzanıb dartınan pendir növü olmalıdır. Siz pendiri rəndələyərək də istifadə edə bilərsiniz. Mən tez olsun deyə doğradım. İndi isə keçirik əsas məsələyə. Fettuccine makaronlarını bişirmək üçün qazana su əlavə edib ocağın üzərinə qoyuram. Qaynayan suya duzu və makaronları əlavə edirəm. Bıçaq yardımı ilə makaronları bu formada bir-birindən ayırıram. Və 6-8 dəqiqə qaynadıqdan sonra makaronları süzürəm. Bu arada göbələkli toyuq tam qıvamındadır. Pendirləri əriyib və mən iki möhtəşəm ləzzəti bir-biri ilə birləşdirirəm. Mənə elə gəlir ki, bu möhtəşəm ləzzəti artıq sözlə ifadə etməyə ehtiyac yoxdur. Tövsiyə edirəm ki, mütləq hazırlayıb dadına baxasınız. Əziz xanımlar, sizə iş təklifim var. Artıq siz də evdə oturaraq pul qazana bilərsiniz. Bunun üçün açıqlama bölməsində yerləşdirəcəyim linkə keçid edərək iş haqqında ətraflı məlumatı şəxsən mənim özümdən öyrənə bilərsiniz. Və bugünlük məndən bu qədər. Yeni videolarımda görüşənədək hələlik.